Əl-Qəsəs Hekayət Suresi Məkkədə nazil olmuşdur. 88 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Ta, sin, mim. Bu hərflər Allahla onun Rəsulu arasında olan rəmzlərdir və bu kitab həmin hərflərdən təşkil olunmuşdur. Lakin heç bir kəsin onun oxşarını gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cürdə mütəşabih ayələri vardır. And olsun Tur-i Sinaya və Məkkəyə, Tuba və Sidr ağaclarına və Mühəmmədə sallallahu aleyhi və alihi səlləmə ki, Tilkə əyətul kitabil mubin. Bu surə, bu aşkar və aydınlıq gətirən kitabın ayələrindən ibarətdir. Nətlu aləykə min nəbə'i Musa və Fir'aunə bil-haqqi liqavmin yu'minun. Biz iman gətirən qövmü düz yola gətirmək üçün Musa və Fironun xəbərindən, sərgüzəştindən bəzisini haqq və düzgünlüklə, Cəbrailin dili ilə sənə oxuyuruq. İnnə Fir'aunə alə fil-ardı və cəalə əhləhə şiəən yəstəd'ifu taifətən minhum يذبح أبناءهم ويستحيي نساءهم إنه كان من المفسدين. Həqiqətən Firon, Misrin padişahı, o torpaqda baş qaldırdı və hakimiyyət tapdı və oranın cəmaatını müxtəlif dəstələrə parçaladı. Hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı və hər bir dəstəni o birisi ilə düşmən etdi. Onlardan bir dəstəni, İsrail övladlarından ibarət olan dəstəni zəifliyə və qul olmağa sürüklüyürdü və bu nəslin kökünün kəsilməsi üçün oğlanlarının hamısının başını kəsir və qadınlarını isə sağ buraxırdı. Həqiqətən o, fəsad törədənlərdən idi. وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ. Biz isə istədik ki, o yerdə, məmləkətdə zəif salınmışlara mərhəmət göstərək və onları cəmaata imam, yer üzünə varis edək. وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ. Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq, ya onları o torpaqda yerləşdirək. Firona və onun vəziri Hamana və qoşunlarına onların İsrail övladları tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək. وَأَوْحَيْنَا إِلَى أُمِّ مُوسَى أَنْ أَرْضِعِيهِ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ.
Biz Musanın anasına sirli və sürətli bir şəkildə ilham etdik. Onu əmizdir. Elə ki, ondan ötürü Fironun adamlarının ondan xəbər tutmalarından qorxdun, onu bir sandığın içərisinə qoy və dəryaya at. Qorxma və qəmgin olma. Şübhəsiz, biz onu sənə qaytararıq və özünü də şəriət sahibi olan peyğəmbərlərdən edərik. فالتقطه آل فرعون ليكون لهم عدوا وحزنا إن فرعون وهامان وجنودهما كانوا خاطئين. Beləliklə, Fironun ailəsi onu suyun üzündən götürdülər ki, sonunda onlar üçün məqam, mal və can düşməni, hüzün və kədər səbəbi olsun. Həqiqətən Firon, Haman və qoşunları xatakar idilər. وقالت امرأة فرعون قرة عين لي ولك لا تقتلوه عسى أن ينفعنا أو نتخذه ولدا عسى أن ينفعنا أو نتخذه ولدا وهم لا يشعرون. Və Fironun zövcəsi dedi, bu körpə mənim və sənin gözünün işığıdır. Onu öldürməyin, bəlkə gələcəkdə bizə bir xeyri olar, yaxud onu oğulluğa götürərik. Onlar işin aqibətindən xəbərsiz idilər. وأصبح فؤاد أم موسى فارغا إن كادت لتبدي به لولا أن ربطنا على قلبها لتكون من المؤمنين. Övladından çox narahat olduğuna görə Musanın anasının ürəyində övladının fikrindən savayı heç bir şey yox idi. Əgər biz möminlərdən olması üçün onun qəlbini möhkəm etməsəydik, az qala mətləbi biruzə verəcəkdi. وَقَالَتْ لِأُخْتِهِ قُصِّيهِ فَبَصُرَتْ بِهِ عَنْ جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ. O Musanın bacısına dedi, onun dalınca get. Beləliklə bacısı onu, körpənin Fironun adamlarının əlinə düşdüyünü uzaqdan gördü. Onlar isə xəbərsiz idilər. Körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər. وَحَرَّمْنَا عَلَيْهِ الْمَرَاضِعَ مِنْ قَبْلُ فقالت هل أدلكم على أهل بيت يكفلونه لكم وهم له ناصحون. Biz bacısının onu tapmasından öncə bütün süd verən qadınların südünü ona haram etdik. Bu, yaradılışda onun təbiyyətinə qoyulmuş bir haram idi. Körpə heç kimin döşünü qəbul etmirdi, əmmirdi. Bacısı onlara dedi, İstəyirsinizmi sizə zamin olub, ona, uşağa yaxşı baxacaq və ona qarşı xeyrxah olacaq bir ailəni nişan verim? فَرَدَدْنَاهُ إِلَىٰ أُمِّهِ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ. Beləliklə, onu anasına qaytardıq ki, gözü aydın olsun, qəm yeməsin və bilsin ki, həqiqətən Allahın vədi haqdır. Lakin onların, cəmaatın əksəriyyəti bunu bilmir.
وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَى آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ. Musanın cismi qüvvələri kamilləşəndə və əqli gücü möhkəmlənəndə, təqribən 40 yaşlarında biz ona hikmət və əqli elmlər və keçmiş şəriyyətlər barəsində elm verdik. Biz yaxşı əməl sahiblərini beləcə mükafatlandırırıq. وَدَخَلَ الْمَدِينَةَ عَلَى حِينِ غَفْلَةٍ مِّنْ أَهْلِهَا فوجد فيها رجلين يقتتلان هذا من شيعته وهذا من عدوه فاستغاثه الذي من شيعته على الذي من عدوه فوكزه موسى فقضى عليه قال هذا من عمل الشيطان İnnehu aduvvun mudillun mubin. Musa Fironun qəsrindən şəhərə əhalisi xəbərsizkən istirahət vaxtı daxil oldu. 2 nəfərin bir-biri ilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Belə olduqda Musa bir yumruq vuraraq onu öldürdü. Dedi, bu dava şeytan əməlindəndir. Həqiqətən şeytan insanı açıq-aşkar zəlalətə salan bir düşməndir. Qala Rabbi inni zalamtu nefsi faghfirli fəğafara leh. İnnehu huvel gafurur rahim. Musa dedi, ey Rəbbim, əlbəttə ki, mən bu Qibtini vurub öldürməklə özümə zülm etdim. Çünki özümü Fironun adamlarının təhlükəsinə attım. Buna görə məni bağışla. Onun pis nəticələrindən məni qoru. Allah onu bağışladı. Həqiqətən o, bağışlayan və mehribandır. Qala Rabbi bima an'amta aleyyə fələn əkunə zahirən lilmücrimin. Musa dedi, ey Rəbbim, bütün ömrüm boyu mənə əta etdiyin nemətlərə görə əsla günahkarlara arxa olmayacam. فأصبح في المدينة خائفا يترقب فإذا الذي استنصره بالأمس يستصرخه قال له موسى إنك لغوي مبين. Beləliklə Musa şəhərdə, Misirdə, qorxu və vəhşət içərisində öz törətdiyi işin nəticəsini gözləyən halda sübhü qarşıladı, gecəni keçirtdi. Bir də gördü ki, dünən ondan kömək istəyən şəxs yenə onu köməyə çağırır. Musa ona dedi, həqiqətən sən açıq-aşkar bir azğınsan. فَلَمَّا أَنْ أَرَادَ أَنْ يَبْطِشَ بِالَّذِي هُوَ عَدُوٌّ لَهُمَا قال يا موسى أتريد أن تقتلني كما قتلت نفسا بالأمس إن تريد إلا أن تكون جبارا في الأرض وما تريد أن تكون من المصلحين. Beləliklə Musa hər ikisinin düşməni olan kəsi yaxalamaq istədikdə, o düşmən Qibti, yaxud onun tərəfdarı olan Qibti, Musanın onu vurmaq istədiyini zənn edərək dedi, ey Musa, dünən bir nəfəri öldürdüyün kimi,
məni də mi öldürmək istəyirsən? Sən yer üzündə yalnız zülmkar və hökmran olmaq istəyirsən, islah edici, insanları islah edən olmaq istəmirsən. وَجَاءَ رَجُلٌ مِّنْ أَقْصَى الْمَدِينَةِ يَسْعَىٰ قال يا موسى إن الملأ يأتمرون بك ليقتلوك فاخرج إني لك من الناصحين. Və şəhərin o biri başından, bəlkə də Fironun sarayı yerləşdiyi yerdən bir kişi tələsik gəldi, dedi, ey Musa, həqiqətən qövmün böyükləri səni öldürmək barəsində məsləhət məşvərət edirlər. Odur ki, Misirdən çıx get, şübhəsiz mən sənin xeyrxahlarındanam. فخرج منها خائفا يترقب قال رب نجني من القوم الظالمين. Musa qorxu və vəhşət içərisində hansısa bir hadisənin baş verməsini gözləyən halda şəhərdən çıxdı. Dedi, ey Rəbbim, mənə zalimların qövmündən nicat ver. وَلَمَّا تَوَجَّهَ تِلْقَاءَ مَدْيَنَ قَالَ عَسَى رَبِّي أَن يَهْدِيَنِي سَوَاءَ السَّبِيلِ. O Mədiyən şəhərinə tərəf üst tutan zaman dedi, ümidvaram, ola bilsin ki, Rəbbim məni düzgün yola, Mədiyən şəhərinin yoluna yönəltsin. وَلَمَّا وَرَدَ مَاءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِّنَ النَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ امْرَأَتَيْنِ تَذُودَانِ قَالَ مَا خَطْبُكُمَا قَالَتَا لَا نَسْقِي حَتَّى يُصْدِرَ الرِّعَاءُ وَأَبُونَا شَيْخٌ كَبِيرٌ. Musa, Mədiyən şəhərinin suyuna yetişdikdə, bir dəstə adamın öz qoyunlarına su verdiyini gördü. Onların yanında isə öz heyvanlarını cəmaatın heyvanlarına qarışmağa qoymayan iki qadın görüb dedi, sizin işiniz nədir? Niyə burada durmusunuz? Dedilər, bu çobanlar öz heyvanlarını qaytarıb aparmayınca, biz öz heyvanlarımıza su vermərik. Bizim atamız Şüeyb adında yaşlı qoca bir kişidir. فَسَقَى لَهُمَا ثُمَّ تَوَلَّى إِلَى الظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ. Beləliklə Musa onlar üçün heyvanları suladı. Sonra kölgəyə çəkildi və dedi, ey Rəbbim, həqiqətən mən sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə, yeməyə möhtacam. فَجَاءَتْهُ إِحْدَاهُمَا تَمْشِي عَلَى اسْتِحْيَاءٍ قالت إن أبي يدعوك ليجزيك أجر ما سقيت لنا. فلما جاءه وقص عليه القصص قال لا تخف نجوت من القوم الظالمين. O iki qadından biri yüksək həya ilə utana onun yanına gəlib dedi, atam bizim üçün heyvanlarımıza su verməyinin muzdunu ödəməkdən ötürü səni çağırır. Musa onun yanına gəldikdə, öz əhvalatını qocaya söylədi. Qoca dedi, qorxma, artıq zalimlar tayfasından nicat tapmısan. Bura, Fironun hökumətinin hüdudlarından kənardır.
قالت إحداهما يا أبت استأجره إن خير من استأجرت القوي الأمين. O iki qadından biri dedi, Atacan, onu muzla işe götür. Çünkü bu güclü ve etibarlı adam, muzla tuttuklarının en yaxşısıdır. قال إني أريد أن أنكحك إحدى ابنتي هاتين على أن تأجرني 8 حجج فإن أتممت 10 فمن عندك وما أريد أن أشق عليك ستجدني إن شاء الله من الصالحين. Şüeyb dedi, mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə Mehriyyə belədir ki, sən 8 il ev işlərinin idarə olunması ya heyvanların otarılması üçün mənə xidmət edəsən. Əgər 10 ili tamamlasan, ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşallah, mənim salihlərdən olduğumu görəcəksən. قال ذلك بيني وبينك أيما الأجلين قضيت فلا عدوان علي والله على ما نقول وكيل. Musa dedi, bu müqavilə mənimlə sənin aranda sabit olsun. Beləliklə, bu iki müddətdən hər birini tamamlamaqda mənə qarşı heç bir təcavüz və zor olmamalıdır. Allah dediklərimizə vəkildir. فَلَمَّا قَضَى مُوسَى الْأَجَلَ وَسَارَ بِأَهْلِهِ آنَسَ مِنْ جَانِبِ الطُّورِ نَارًا قال لأهلهم كثوا إني آنست نارا لعلي آتيكم منها بخبر أو جذوة من النار لعلكم تصطلون. Beləliklə, Musa təyin olunmuş müddəti tamamlayıb, öz ailəsi ilə birlikdə Mədiyəndən Misrə tərəf hərəkət etdikdə, Tur dağının yanında bir od gördü. Ailəsinə dedi, siz burada dayanın, mən bir od gördüm. Bəlkə gedib yolu tapmaq üçün ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız. فَلَمَّا أَتَاهَا نُودِيَ مِنْ شَاطِئِ الْوَادِ الْأَيْمَنِ فِي الْبُقْعَةِ الْمُبَارَكَةِ مِنَ الشَّجَرَةِ أَنْ يَا مُوسَى إِنِّي أَنَا اللَّهُ رَبُّ الْعَالَمِينَ. Musa odun yaxınlığına gəldikdə, o vadinin sağ tərəfindən, o bərəkətli mübarək torpaq sahəsindən, oradakı ağacdan nida gəldi ki, ya Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah mənəm. وَأَنْ أَلْقِ عَصَاكَ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّى مُدْبِرًا وَلَمْ يُعَقِّبْ يَا مُوسَى أَقْبِلْ وَلَا تَخَفْ إِنَّكَ مِنَ الْآمِنِينَ. Və nida gəldi ki, əsanı yerə at. Attı və onun ilan ya cin kimi sürətlə hərəkət etdiyini gördükdə geri dönüb qaçdı və arxasına belə baxmadı. Buyuruldu, ey Musa, irəli gəl və qorxma. Həqiqətən sən amanda olanlardansan.
اسلك يدك في جيبك تخرج بيضاء من غير سوء واضمم إليك جناحك من الرهب فذلك برهانان من ربك إلى فرعون وملئه إنهم كانوا قوما فاسقين. Əlini qoynuna qoy ki, əlin oradan ağappaq, eyibsiz, qüsursuz, parlaq çıxsın. Və hər hansı bir qorxudan çıxmaq üçün əlini ya əllərini qoynuna qoy ki, vahimən aradan getsin. Beləliklə bu ikisi, iki möcüzə, əsa və parlaq əl, sənin Rəbbin tərəfindən Firona və onun əyanlarına qarşı iki dəlil sübutdur. Həqiqətən onlar öncədən fasik bir tayfa idilər. قال رب إني قتلت منهم نفسا فأخاف أن يقتلون. Musa dedi, ey Rəbbim, mən onlardan bir nəfəri öldürmüşəm. Qorxuram dəvətimi çatdırmazdan öncə məni öldürsünlər. وأخي هارون هو أفصح مني لسانا فأرسله معي يرد أن يصدقني إني أخاف أن يكذبون. Və qardaşım Harunun dili mənimkindən daha fəsahətlidir, tutarlıdır. Buna görə onu da mənimlə kömək və arxa olaraq göndər ki, məni təsdiq etsin. Çünki qorxuram məni təksib etsinlər və mən məqsədimi aydın bəyan edə bilməyəm. قال سنشد عضدك بأخيك ونجعل لكما سلطانا فلا يصلون إليكما بآياتنا أنتما ومن اتبعكما الغالبون. Allah buyurdu, tezliklə sənin qolunu qardaşınla möhkəmlədərik və siz ikinizə mübarizə və mübahisə etməkdə qüdrət və qələbə əta edərik. Belə ki, bizim ayə və möcüzələrimizin sayəsində əsla sizə əlləri çatmayacaq, siz və sizə tabi olanlar qalib gələcəksiniz. فَلَمَّا جَاءَهُم مُوسَى بِآيَاتِنَا بَيِّنَاتٍ قالوا ما هذا إلا سحر مفترى وما سمعنا بهذا في آبائنا الأولين. Beləliklə, Musa bizim aydın ayələrimizi onlara gətirdikdə, dedilər, bu uydurulmuş, quraşdırılmış sehirdən başqa bir şey deyildir və biz belə bir şeyi, tövhidə dəvəti öz ata-babalarımız arasında eşitməmişik. وَقَالَ مُوسَى رَبِّي أَعْلَمُ بِمَنْ جَاءَ بِالْهُدَى مِنْ عِنْدِهِ وَمَنْ تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ. Musa dedi, mənim Rəbbim onun tərəfindən insanlara düz yola dəvət gətirən kəsin halını və bu evin gözəl aqibətinin kimə məxsus olacağını daha yaxşı bilir. Dünya evinin gözəl aqibəti, axirət evinin xoşluğudur. Şübhəsiz, zalimlar nicat tapmazlar. وَقَالَ فِرْعَوْنُ يَا أَيُّهَا الْمَلَأُ مَا عَلِمْتُ لَكُمْ
من إله غيري فأوقد لي يا هامان على الطين فاجعل لي صرحا لعلي أطلع إلى إله موسى وإني لأظنه من الكاذبين. Firon dedi, ey ölkə başçıları, mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Ey Haman, işin məlum olması üçün palçıq üzərində od qala və kərpic bişir. Mənim üçün uca bir bina tik. Bəlkə Musanın tanrısını görəm, ya ulduzların vəziyyətindən onun varlığını dərk edəm. Əlbəttə mən onu yalançılardan hesab edirəm. وَاسْتَكْبَرَ هُوَ وَجُنُودُهُ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَظَنُّوا أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ. O və onun qoşunları yer üzərində haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, bizim huzurumuza qaytarılmayacaqlar. فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ. Beləliklə, onu və qoşunlarını yaxaladıq və dənizə atdıq. Ya Peyğəmbər, bax gör ki, zülmkarların aqibəti necə oldu. وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ وَيَوْمَ الْقِيَامَةِ لَا يُنصَرُونَ. Biz onları küfür və tüğyanları ilə gələcək nəsilləri cəhənnəm oduna sarı çağıran rəhbərlər etdik. Qiyamət günü heç bir şəfaət sahibi tərəfindən onlara kömək edilməyəcək. وَأَتْبَعْنَاهُمْ فِي هَذِهِ الدُّنْيَا لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ هُمْ مِنَ الْمَقْبُوحِينَ. Bu dünyada onların ardınca böyük bir lənət qoyduq. Mələklərin və möminlərin lənəti. Bu cür şəxslərə tabi olanların günahları onlar üçün həqiqi lənətdir. Qiyamət günü onlar eybəcər üzlülərdən, rüsva edilmişlərdən və mənfurlardan olacaqlar. وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ مِنْ بَعْدِ مَا أَهْلَكْنَا الْقُرُونَ الْأُولَى بَصَائِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ يَتَذَكَّرُونَ. Biz Nuh, Hud, Salih və Lutun qövmü kimi keçmiş cəmiyyətləri həlak etdikdən sonra cəmaat üçün bəsirət vasitəsi, hidayət və rəhmət səbəbi olan səmavi kitabı, Tövratı Musaya əta etdik ki, bəlkə öyüd nəsiyyət alsınlar. وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِ إِذْ قَضَيْنَا إِلَى مُوسَى الْأَمْرَ وَمَا كُنْتَ مِنَ الشَّاهِدِينَ. Ya Peyğəmbər, biz risalət əmrini, elmləri və Tövratı vəhy etməklə Musaya elan etdiyimiz və hökm verdiyimiz, möhkəmlətdiyimiz zaman sən müqəddəs vadinin qərb tərəfində deyildin və sən o heyrətli səhnənin şahidlərindən deyildin. وَلَكِنَّا أَنشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ الْعُمُرُ وَمَا كُنْتَ ثَاوِيًا فِي أَهْلِ مَدْيَنَ تَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَلَكِنَّا كُنَّا مُرْسِلِينَ.
Lakin biz silsilə dövrlərdə bir sıra cəmiyyətlər yaratdıq. Onların ömürləri çox uzun oldu. Onların xəbərləri köhnəldi və dəyişdi. Biz o xəbərləri indi sənə vəhy edirik. Sən Mədiyən əhalisi içində yaşamırdın ki, bizim ayələrimizi bunlara, Məkkə müşriklərinə öz gördüklərini söyləyəsən. Lakin biz göndərənik, Peyğəmbərləri göndərir və keçmişdəkilərin xəbərlərini onlara vəhy edirik ki, insanlara söyləsinlər. وَمَا كُنْتَ بِجَانِبِ الطُّورِ إِذْ نَادَيْنَا وَلَكِنْ رَحْمَةً مِّن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّا أَتَاهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ Biz Musanı nur ağacından nübüvvət məqamı üçün çağıranda da sən Turun, Tur dağının yanında deyildin ki, öz gördüklərindən xəbər verəsən. Lakin sənin Rəbbindən olan bir mərhəmətə xatir, səni onlardan xəbərdar etdik ki, səndən öncə İsa'nın ya İsmailin zamanından sənin əsrinə qədər heç bir qorxudan, Peyğəmbər gəlməyən bir qövmü qorxudasan, bəlkə öyüd nəsiyyət alsınlar. وَلَوْلَا أَن تُصِيبَهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فيقولوا ربنا لولا أرسلت إلينا رسولا فنتبع آياتك ونكون من المؤمنين. Və əks təqdirdə özlərinin qabaqcadan göndərdiklərinin, dünyada etdikləri əməllərin müqabilində onlara bir müsibət və əzab, cəza yetişsəydi, dəlil sübut gətirər və deyərdilər, ey Rəbbimiz, nə üçün bizə bir rəsul göndərmədin ki, sənin ayələrinə tabi olub, möminlərdən olaydıq. Biz onları Peyğəmbər göndərmədən küfr və günahlarının cəzasına düçar edərdik. Biz daim əqli dəlilləri nəqli dəlillərlə təsdiq edirik. فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوا لَوْلَا أُوتِيَ مِثْلَ مَا أُوتِيَ مُوسَى أَوَلَمْ يَكْفُرُوا بِمَا أُوتِيَ مُوسَى مِنْ قَبْلُ قَالُوا سِحْرَانِ تَظَاهَرَا وَقَالُوا إِنَّا بِكُلٍّ كَافِرُونَ. Beləliklə, bizim tərəfimizdən onlara, müşriklərə, Peyğəmbər və haqq olan kitab gəldikdə, onlar dedilər, Musaya verilənin, Tövratın bir dəfəlik nazil olunması, əsa və ağ, parlaq nurlu əl möcüzələrinin bənzəri nə üçün ona verilməmişdir? Məyər bu müşriklər bundan öncə Musaya veriləni inkar etməmişdilərmi? Dedilər, bu Tövrat və Qur'an iki sehirdir, cadudur ki, bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik. Və məyər o müşriklər bundan öncə Musaya verdiyimizi inkar etməmişlərmi? Dedilər, Musa və Harun iki məharətli sehirbazdır və bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik. قُلْ فَأْتُوا بِكِتَابٍ مِّنْ عِندِ اللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَا أَتَّبِعْهُ إِن كُنتُمْ صَادِقِينَ.
Ya Peyğəmbər, de, əgər siz düz danışansınızsa, Allah tərəfindən elə bir kitab gətirin ki, bu ikisindən, Tövrat və Qur'andan daha doğru yol göstərən olsun ki, mən ona tabi olum. فَإِنْ لَمْ يَسْتَجِيبُوا لَكَ فَاعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَاءَهُمْ وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِنَ اللَّهِ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ. Beləliklə, əgər sənin dəvətinə cavab verməsələr, bil ki, onlar öz nəfsi istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz nəfsi istəklərinə uyandan daha çox azğın kim ola bilər? Həqiqətən Allah zalım tayfanı doğru yola yönəltməz. وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ. Həqiqətən biz öz sözümüzü, Qur'anın ayələrini və surələrini bir-birinin ardınca və bir-biri ilə əlaqəli halda, bir neçə il ərzində ardıcıl onlara yetirdik, bəlkə öyüd nəsihət alsınlar. الذين آتيناهم الكتاب من قبله هم به يؤمنون. Bundan öncə səmavi kitab verdiyimiz kəslər, məsələn, Tövrat və İncil əhlinin bəziləri buna, bu Qur'ana da iman gətirirlər. وَإِذَا يُتْلَى عَلَيْهِمْ قَالُوا آمَنَّا بِهِ إِنَّهُ الْحَقُّ مِنْ رَبِّنَا إِنَّا كُنَّا مِنْ قَبْلِهِ مُسْلِمِينَ. Onlara Qur'an oxunan zaman deyərlər, ona iman gətirdik. Şübhəsiz bu bizim Rəbbimiz tərəfindən nazil olan həmin haqdır, həqiqətdir. Həqiqətən biz onun nazil olmasından qabaq, Tövratın və İncilin xəbərləri vasitəsilə İslamı qəbul etmişdik. أُولَٰئِكَ يُؤْتَوْنَ أَجْرَهُمْ مَرَّتَيْنِ بِمَا صَبَرُوا وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ. İki səmavi kitaba iman gətirib, əməl etməyə səbr etdikləri üçün onlara 2 dəfə muzd veriləcəkdir. Onlar danışıqda və əməldə yaxşılıq etməklə insanların pisliyini və əziyyətlərini uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən ehtiyacı olanlara sərf edərlər. وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلَامٌ عَلَيْكُمْ لَا نَبْتَغِي الْجَاهِلِينَ. Onlar boş bir söz, məsxərə, söyüş, qeybət eşitdikləri zaman ondan üz döndərərlər və bu hərəkətləri ilə deyərlər, bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun, salamat qalın. Biz cahilləri dostluq və yoldaşlıq üçün istəmirik. İnnəkə la təhdi mən əhbəbtə və ləkinnəlləhə yəhdi mən yəşəə və huvə a'ləmu bil-muhtədin. Ya Peyğəmbər, şübhəsiz, sən özün istədiyin hər bir kəsi doğru yola yönəldə bilməzsən. Onun qəlbini haqqa yönəldə bilməzsən, çünki sənin vəzifən yol göstərməkdir. Lakin Allah istədiyi hər bir kəsi imana çatdırır, onu düz yola yönəldir və o, doğru yola istedadı, qabiliyyəti olanları daha yaxşı bilir. وَقَالُوا إِنَّ
نتبع الهدى معك نتخطف من أرضنا أولم نمكن لهم حرما آمنا يجبى إليه ثمرات كل شيء رزقا من لدنا ولكن أكثرهم لا يعلمون. Məkkə müşrikləri başqa bir bəhanə gətirərək dedilər: Əgər səninlə birlikdə haqq yola tabi olsaq, başqa müşriklər bizi torpaqlarımızdan, yurtlarımızdan didərgin salar və ölümə və əsirliyə sürükləyərlər. Məyər biz onları hər növ məhsulun daşınıb gətirildiyi, əmin-amanlıq hökm sürən bir hərəmdə yerləşdirmədikmi? Bu, bizim tərəfimizdən verilən bir ruzidir, lakin onların əksəriyyəti bunun qədrini bilmirlər. وَكَمْ أَهْلَكْنَا مِنْ قَرْيَةٍ بَطِرَتْ مَعِيشَتَهَا فَتِلْكَ مَسَاكِنُهُمْ لَمْ تُسْكَنْ مِنْ بَعْدِهِمْ إِلَّا قَلِيلًا وَكُنَّا نَحْنُ الْوَارِثِينَ. Biz öz yaşayışlarında tüğyan və təkəbbür edən neçə insan toplumlarını məhv etdik. Budur onların özlərindən sonra yalnız az bir hissəsində yaşayış olan yurtları, yalnız səfərə çıxmış şəxslərin müvəqqəti yaşayış yeridir. Onlara biz varis olmuşuq. وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرَى حَتَّى يَبْعَثَ فِي أُمِّهَا رَسُولًا يَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَمَا كُنَّا مُهْلِكِ الْقُرَى إِلَّا وَأَهْلُهَا ظَالِمُونَ. Sənin Rəbbin mərkəzlərinə bizim tövhidimizin və xilqətin məqsədlərinə dair ayə və nişanələrimizi oxuyan bir peyğəmbər göndərmədən əsla şəhərləri və kəndləri məhv etməmişdir. Biz peyğəmbərləri göndərdikdən sonra da yalnız əhalisi zülmkar olan şəhərləri və kəndləri yox etmişik. وَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَزِينَتُهَا وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَى أَفَلَا تَعْقِلُونَ. Dünya malından sizə verilən şeylər yalnız dünya həyatında bəhrələnmək üçün bir qaynaq, onun bərbəzəyi və zinətidir. Allah yanında olan axirət nemətləri isə daha yaxşı və daha əbədidir. Məyər düşünmürsüz? أَفَمَنْ وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَنْ مَتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَ. Beləliklə, axirət saadəti barədə mütləq qovuşacağı gözəl bir vəd verdiyimiz kimsə, dünya malını verdiyimiz, sonra da qiyamət günü hesab və əzab üçün gətiriləcək kəslə eyni ola bilərmi? وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ. Və yada sal o günü ki, Allah onlara xitab edib deyər: Tanrılıqda, ibadət və ya itaətdə mənimlə şərik olduqlarını güman etdiyiniz o şəriklərim, bütlər, ulduzlar, cinlər və s. hardadılar? قال الذين حق عليهم القول ربنا هؤلاء الذين أغويناهم كما
تبرأنا إليك ما كانوا إيانا يعبدون. Haqlarında əzab vədi həyata keçən kəslər, adamları dünyada öz ibadət və itaətlərinə çağıranlar deyərlər: Ey Rəbbimiz, bizim azdırdıqlarımız, bizə sitayiş edənlər bunlardır. Biz nə cür öz ixtiyarımızla azmışıqsa, onları da öz ixtiyarları ilə elə azdırdıq. İndi isə onlardan uzaqlaşıb sənə tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər. Məcburi surətdə ibadət etmirdilər. Yaxud şeytanlara və ya öz əmmarə nəfslərinə ibadət edirdilər. وَقِيلَ ادْعُوا شُرَكَاءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَرَأَوُا الْعَذَابَ لَوْ أَنَّهُمْ كَانُوا يَهْتَدُونَ. Və ibadət edənlərə deyiləcəkdir: Belə isə şəriklərinizi, Allahla bərabər hesab etdiklərinizi köməyə çağırın. Beləliklə, onları çağırarlar, amma onlar cavab, hay verməzlər. Və əzabı eynül yəqinlə görərlər və arzu edərlər ki, kaş dünyada hidayət olmuş olaydılar. وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَ. Ya Peyğəmbər, yada sal, o gün ki, Allah məhşər əhlinin hamısına xitab edib deyəcəkdir: Bizim Peyğəmbərlərimizə nə cavab verdiniz? فَعَمِيَتْ عَلَيْهِمُ الْأَنْبَاءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَاءَلُونَ. Beləliklə, o gündə cavaba və başqa məsələlərə aid xəbərlər zamanın uzunluğundan və dəhşətin çoxluğundan onlardan gizli qalar. Hətta onlar bir-birlərindən belə soruşa bilməzlər. فَأَمَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَعَسَى أَنْ يَكُونَ مِنَ الْمُفْلِحِينَ. Lakin küfr və günahdan tövbə edib iman gətirən və yaxşı işlər görən kəsə gəlincə isə, onun nicat tapanlardan olmasına ümid vardır. وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَارُ مَا كَانَ لَهُمُ الْخِيَرَةُ سُبْحَانَ اللَّهِ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ. Sənin Rəbbin hər nə istəsə, varlıq aləmində yaradar və seçər. Onlar üçün seçim ixtiyarı yoxdur. Allah pakdır və ona şərik qoşulanlardan ucadır. وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ. Və sənin Rəbbin onların sinələrinin gizli saxladığı və dillə, qələmlə ya əməllə aşkar etdikləri hər şeyi bilir. وَهُوَ اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْحَمْدُ فِي الْأُولَى وَالْآخِرَةِ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ. Ondan başqa heç bir tanrı olmayan Allah odur. Dünyada və axirətdə həmd, sitayiş yalnız ona məxsusdur. Çünki hər iki aləmdə olan bütün gözəlliklər ondandır. Hakimiyyət və hökm verməkdə hər iki aləmdə ona məxsusdur. Siz hamınız ona tərəf qaytarılacaqsınız.
قل أرأيتم إن جعل الله عليكم الليل سرمدا إلى يوم القيامة من إله غير الله يأتيكم بضياء أفلا تسمعون Ya Peyğəmbər de, mənə deyin görüm, əgər Allah gecəni sizin üçün yer kürəsini dayandırmaqla qiyamət gününə qədər həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı tanrı, hətta günəşdən deyil, başqa bir yerdən sizə bir işıq gətirə bilərdi? Məyər eşitmirsinizmi? قل أرأيتم إن جعل الله عليكم النهار سرمدا إلى يوم القيامة من إله غير الله يأتيكم بليل تسكنون فيه أفلا تبصرون De, mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün yer kürəsini dayandırmaqla qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məyər görmürsünüz? وَمِنْ رَحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ Gecə dincəlməniz və gündüz iş gücü ilə Allahın fəzl və kərəmindən ruzi axtarmanızdan ötürü sizin üçün yer kürəsinin hərəkəti ilə gecə və gündüzü yaratması onun, Allahın mərhəmətindəndir. Bəlkə şükr edəsiniz. وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ Və yada sal o günü ki, Allah onlara xitab edib deyəcəkdir: Tanrılıq, ibadət və ya itaətdə mənimlə şərik olduqlarını güman etdiyiniz o şəriklər, bütlər, ulduzlar, cinlər və başqaları hardadılar? وَنَزَعْنَا مِنْ كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلْنَا هَاتُوا بُرْهَانَكُمْ فَعَلِمُوا أَنَّ الْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ O gün hər bir ümmətdən bir şahid, məsum şəxs, ya ədalətli bir alim, yaxud salih bir adil çıxararıq. Beləliklə, şahidin hüzurunda o ümmətə deyərik: dininiz barədə dəlil sübutunuzu gətirin. Onlar elmül yəqin və eynül yəqinlə biləcəklər ki, bütün səmavi kitablardakı xəbərlərdə, hökmlərdə, şəriyyətlərdə, vədlərdə haqq Allaha məxsusdur. İftira ilə düzəltdikləri şey onların nəzərindən qeyb olar, yoxa çıxar. إن قارون كان من قوم موسى فبغى عليهم وآتيناه من الكنوز ما إن مفاتحه لتنوء بالعصبة أولي القوة إذ قال له قومه لا تفرح إن الله لا يحب الفرحين Həqiqətən Qarun Musanın qövmündən
onun əmisi oğlu idi. Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu. O onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstiyə ağırlıq edirdi. Yada sal o zamanı ki, qövmü ona dedi, malına qürrələnib sevinmə, çünki Allah malına qürrələnib sevinənləri sevməz. وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ Və Allahın sənə vermiş olduğundan axirət evini qazan. Dünyadakı ömür və maldan olan nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz. قال إنما أوتيته على علم عندي أولم يعلم أن الله قد أهلك من قبله من القرون من هو أشد منه قوة وأكثر جمعا ولا يسأل عن ذنوبهم المجرمون. Qarun dedi, həqiqət budur ki, bu mal dövlət, məndə olan elm, Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq sayəsində mənə verilmişdir. Məyər o, Qarun, Allahın ondan öncə gəlmiş, ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və əzab nazil olan zaman əsla günahkarlardan günahları barədə soruşulmayacaq. Allahın əzabı qəfildən nazil olacaqdır. فخرج على قومه في زينته قال الذين يريدون الحياة الدنيا يا ليت لنا مثل ما أوتي قارون إنه لذو حظ عظيم. Bir gün Qarun şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər, kaş Qaruna verilən qazanc bizə də veriləydi. Həqiqətən o, dünyada böyük bir qazanc sahibidir. وقال الذين أوتوا العلم ويلكم ثواب الله خير لمن آمن وعمل صالحا ولا يلقاها إلا الصابرون. İlahi və din elmi verilmiş şəxslər isə dedilər, vay sizin halınıza! İman gətirən və yaxşı iş görən şəxs üçün Allahın mükafatı Qarunun bütün sərvətindən yaxşıdır və onu da yalnız səbirlilər əldə edərlər. فخسفنا به وبداره الأرض فما كان له من فئة ينصرونه من دون الله وما كان من المنتصرين. Beləliklə onu, Qarunu və evini yerə batırdıq. Allahın əzabı müqabilində ona kömək edə biləcək, dostlarından və nökərlərindən ibarət bir dəstə də yox idi. Onun özü də özünü müdafiə edə bilmədi. وأصبح الذين تمنوا مكانه بالأمس يقولون ويكأن الله يبسط الرزق لمن يشاء من عباده
عباده ويقدر لولا أمن الله علينا لخسف بنا ويكأنه لا يفلح الكافرون. Dünən mal, dövlət və məqam baxımından onun, Qarunun yerində olmağı arzu edənlər elə hala düşdülər ki, deyirdilər, vay vay, sən demə, Allah öz bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar və azaldarmış. Doğrudan Allah bizə lütf etdi və bizi Qarunun gününə salmadı, yoxsa bizi də torpağa batırardı. Vay vay, sən demə, kafirlər nicat tapmayacaqlarmış. تلك الدار الآخرة نجعلها للذين لا يريدون علوا في الأرض ولا فسادا والعاقبة للمتقين. Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, başqaları üzərində hökmranlıq və fitnə fəsad iddiasında olmayanlara nəsib edirik. Gözəl aqibət ancaq təqvalılara məxsusdur. Mən cəə bil-həsənəti fələhu xayrun minhə və mən cəə bis-səyyiəti fələ yüczəl-ləzīnə amilus-səyyiəti illə mə kənu ya'məlun. Hər kəs əqidə və əməl mərhələsində yaxşı əməllə gəlsə, onun üçün dünyada və axirətdə ondan daha yaxşısı, mükafat vardır. Və hər kəs pis əməllə gəlsə, pis iş görənlər yalnız günahları ölçüsündə cəzalandırılarlar. İnnellezî farada aleykel Qur'âne leradduke ilâ me'âd. Qur Rabbi a'lemu men ca'e bil huda ve men huve fî dalâlin mubîn. Ya Peyğəmbər, şübhəsiz bu Qur'anın təbliğini sənə vacib edən Allah səni qayıdacağın yerə, yenidən dönmə arzusunda olduğun doğma Məkkə şəhərinə qaytaracaqdır. De, mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir. وَمَا كُنْتَ تَرْجُو أَنْ يُلْقَى إِلَيْكَ الْكِتَابُ إِلَّا رَحْمَةً مِّنْ رَبِّكَ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِلْكَافِرِينَ. Bu kitabın sənə nazil olacağına ümid etmirdin. Lakin o, sənin Rəbbin tərəfindən olan bir rəhmət sayəsində nazil oldu. Buna görə də əsla kafirlərə arxa olma. وَلَا يَصُدُّنَّكَ عَنْ آيَاتِ اللَّهِ بَعْدَ إِذْ أُنْزِلَتْ إِلَيْكَ وَادْعُ إِلَى رَبِّكَ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ. Və məbadə Qur'an sənə nazil edildikdən sonra, düşmənlər səni Allahın ayələrinə əməl etməkdən və cəmaata çatdırmaqdan saxlayalar. İnsanları Rəbbinə tərəf dəvət et və əsla müşriklərdən olma. وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا إِلَٰهَ إِلَّا هُوَ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ. Və yeganə olan Allahla yanaşı başqa bir tanrı çağırma. Ondan başqa heç bir tanrı yoxdur. Yalnız onun zatından başqa
vücudu mümkün olan hər şey məhv və puç olmağa məhkumdur. Çünki o, vücudu vacib olandır. Varlıq aləmi üzərində hakimiyyət, varlıq aləmində olan ən nüfuzlu əmr və bütün ixtilaflarda haqq üzrə hakimlik ona məxsusdur və siz ona tərəf qaytarılacaqsınız.